Herkese selamlar dostlar, ben bir Ahmet. Bugün sizlerle birlikte Car Parking Multiplayer'da 50 milyon Game Guardian ile necə vurulur onu sizə göstərəcəm. Belə videoların gəlməsini istəyirsinizsə bu videoya bəyənib kanalıma isə takip etməyi unutmayın. Belə hər nəysə uzatmadan videomuza keçək və öyrədim sizə. İlk öncə start bölməsinə basırsınız. Levels bölməsi var. Levels'ə tıkladıqdan sonra ES Parking basın bura. Aha. Bura basdıqdan sonra Game Guardian'a giririk. Burada yuxarıda Car Parking bölməsini tıklayın. Dürbünə tıklayın, burada göy işarəyə və yazın 60. 60 yazandan sonra float bölməsini basın. Ondan sonra da yüklənəcək. Aha. Yükləndikdən sonra basırsınız bura və ondan sonra da biraz sürürsünüz. Sürəndən sonra elədikdən sonra ləvət bölməsindən karandaş bölməsinə girirsiniz. Karandaş bölməsinə girəndən sonra 50 milyon yazırsınız. Yazdıqdan sonra 50 milyonunuzu yazdıqdan sonra buradan çıxış edirsiniz. Next level bölməsinə tıklayırsınız və hazırdır. Bizim deməli Car Parking pulumuz hazırdır. Escap'da basandan sonra deməli parking eləyəndən sonra çıxıb pul bölməsinə baxa bilərsiniz. Belə də ola bilər ki, sizin pulunuz da gəlməyə bilər. Bununla da bağlı da video çəkəcəm. Bunun basandan sonra mütləq şəkildə 50 milyonunuz gələcəkdir. Deməli menüyə bastıq və gördüyünüz kimi yuxarıda 50 milyonumuz tamamilə hazırdır və ürəyiniz istədiyiniz qədər pullu maşınları ala bilərsiniz. Təkcə premium yox. Yəni burada məsəl üçün bahalı hansı maşını götürə bilərik? Deməli sizə göstərdim. Məsəl üçün birini dayandıraq. Deməli məsəl üçün Y60 Kuza məsəl üçün götürə bilmirsinizsə 920 minədir. Məsələn Y60 Kuza götürdünüz. Ondan sonra motor hissəsinə gələndən sonra 200 min məsəl üçün bununla məsəl üçün elədikdən sonra belə məsəl üçün yığırsınız. Deməli və deməli tam güvənli şəkildə ala bilərsiniz və vinil də vura bilərsiniz. Məsəl üçün yazırsınız, məsəl üçün mən öz adımdan yazıram. Məsələn yazdınız, məsəl üçün yəni ki pulla hər şey eləmək olar. Məsəl üçün bu cürə hər nəysə. Deməli bu şəkildə əgər belə videoların gəlməsini istəyirsinizsə kanalıma abunə olub like atmayı da unutmayın bu videoya. Əgər like atsanız bu maşını bufers necə edilir, Y60 bufers necə edilir onun videosunu sizə atacağım və 07'nin də eyni cürə atacağım. Bura qədər sizləri öpürəm, bağrıma basıram, hamınıza xoş oyunlar arzu edirəm. Sağ olun, salamat qalın, bye bye.